qəzəb halında, yəni özündə olmayaraq desə nəsə, üzürlüdür. Ne üçün? Çünki buna dəlillər var. Elə alimlər deyir ki, sözləri etibarlıdır. Məsələn, Şeyx bin Baz, Şeyx Fovzan, necə Şeyx Fovzanı gətirirəm, sağdır. Şeyx Fovzan hətta cahilliyi deyir ki, birdən cahil ola bilər. Özlə Şeyx Fovzan bunu bir dəfə deməyib, cahilliyi, birdən cahil olar. Hətta kitabların şərhində, dərsdə, hansısa bir mövzuda danışanda, kitabı şərhləyəndə yenə toxunub, yenə deyib cahil sözün. Çünki orada Gəncədən oyna, ta Gürcistanın hamısı Allah'ı söyür. Adət də orada. İstənəndə özü də, qəzəbli halda. O alimlər ki, məsələn, Abdurrazaq Əl-Əfifi, Şeyx bin Baz və ya Şeyx Fovzan indi də deyir bunu, heç kəs demir ki, Şeyx Fovzan səhvdir. Və ya Şeyx Fovzan murciələ müvafiqdir. Və ya cəhmidir. Və ya şeydir, nə cür və şeylər danışırlar. Və ya təhqirliyim. Amma burada bəzi alimlər üzr görüblər. Necə Şeyx Fovzan gördün? Baxın, ne üçün söyüb də? Yəni, qəzəblərini söyüb, qəsd olmayıb, yoxsa nə? Fəqət üzr ola bilər necə? Üzürlər var, hansı ki, dəlillər onu göstərir. Birdən qəzəbindən olsa şiddətli və ya məsələn, elə bir hal ola bilər ki, insanda deyək, lakin məqsədə olmasın. Aydındır, ona görə dərhal adama hökm vermək olmaz. Məsələn, üzrdə bir dəfə dedim ki, cahillik, bu həddadilər, şişirtdilər zat. Lakin bu cahil sözü də mən deməm, Şeyx Fovzan deyir, başqa alimlər deyir. Əlhamdülillah. Şeyxə, yəni qanun qarşı qəstəyəm, Şeyxə cəhmiyə deyəndə vaxtı ikən Şeyx daxil olmalı bütün tələbələrə ne deyirlər? Murciə deyirlər. Dini söymək ən böyük günahlardan və ən pis əməllərdən biridir. Eləcə də Uca Rəbbi söymək də belədir. Bu iki əməl İslamı pozan ən böyük amillərdən və İslamdan dönməyin səbəblərindəndir. Əgər kim Uca Rəbbi və ya dini söyürsə, özünü İslama nisbət edirsə, o İslamdan dönmüş, mürtəd sayılır. Kafir sayılır. Ondan tövbə etməsi tələb olunur. Əgər tövbə edərsə, qəbul edilir. Əks halda ölkədəki hakim tərəfindən öldürülür. Şeyx, bir saytda bir kişi sizin adınıza nisbət edərək dəlil gətirib ki, siz Allahı söyən kəsi üzürlü hesab edirsiniz. Bu kişi kimdir? Şeyx, Allah sizə yaxşılıq versin. Bu, cavabın bəzi fəzilət sahiblərinə adlı Risalənin müəllifi olan bir kişidir. Şeyx, adı Əbdüləziz Ər-Reisdir. Onu tərk edin. O tanınmışdır. Onu tərk edin. Bu, mürciyədir. Şeyx, Allah sizə yaxşılıq versin. Amma həmin ifadə burada mövcuddur. O, sizin bəzi sözlərinizi götürüb və onların altına bunlar Şeyx Salih Əl-Favzanın sözləridir deyə yazıb. Onu tərk edin. Onu tərk edin. Bu deyilənlərə heç bir şey etməyin.